Mən Əliyev Namiq Natiqoğlu 1978-ci ildə Qubadan anadan olmuşam. Qubanın Vaqif küçəsində 2009-cu ildə çıxarışı əlimə aldığım obyektimin üstündə dəmir profildən tarlalar quraşdırmaq istəyirdim. Məlumatlandırma sənədi göndərmişik Asan Xidmət vasitəsinə. Maraqlandığıma, bildiyimə görə qanunvericilikdə dəmir konstruksiyaya icazə tələb olunmur. Tutumu 100 nəfərdən aşağı olan. Quba şəhər icra hakimiyyətinin müavini tərəfdə Quba polisinə verilmişdim. Oradan var olsunlar, sağ olsunlar, qanuni qərar çıxartdılar mənim barədə. Cinayət tərkibim yoxdur, əməlimdə cinayət tərkibi yoxdur. Kimsənin torpağının üstündə iş görməmişəm. 2009-cu ildən əlimdə olan çıxarışlı obyektimin üzərində iş görürəm. Lakin buna baxmayaraq fövqəladədən icra hakimiyyətinin müavini tərəfdən icazə vermirlər, imkan vermirlər. Autizm sindromlu uşağım var. 3 dənə problemlə gözündə zəiflik, ödündə daş, ayaqlarında problem. 3 problemli uşağımı Kəlbəcərə əskərliyə göndərmişəm. Sağlıq olsa iyulda qayıdacaq. Mən özüm də 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Atam rəhmətlik Natiq Əliyev Quba rayon Aqrar Sənaye Birliyində kənd təsərrüfatı və sənaye işçilərinin həmkarlar sədri işləyib uzun illər nöqsansız, qüsursuz iş fəaliyyətinə görə çoxlu mükafatlar alıb, rayon İslahat Komissiyasının katibi olub, hansı Qubanın icra başçısı olubsa, onun sağ tərəfində etibarlı işlərə həmişə papam göndərilib. Bir neçə seçki komissiyasının katibi, üzvü, çox belə ictimai işlərə qol qoyub, qüsursuz, problemsiz adam olub. Mən də onun oğluyam, qanunlarımıza hörmət edirəm. Xahişim, arzum budur ki, autizm sindromlu uşağım var. Balaca bir biznesimdir də, çay evi. Onun inkişaf elətdirməyə, bu süni müayinələrə son qoymağa mənə kömək eləsinlər. Bir Allah şahid ki, bankdan aldığım kredit hesabına bu işdə eləyirəm. 4 il elə mən kredit ödəməliyəm banklara. Bunlara baxmayaraq mənə icazə vermirlər, imkan vermirlər. Bilmirəm mən nə eləmişəm, dövlət xaini deyiləm. Bilmirəm mənim elədiyim nədir, suçum nədir. Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyevdən, Mehriban xanımdan xahiş edirəm ki, bu işlərə son qoymağa, cəmaatı incitməyə bunlara imkan verməsinlər.